Samux rayonunun Eldar mahalından olan şairimiz Ruslan Eldarlı'nın Eldar mahalından olan şəhidimiz xüsusi təyinatlıların baş əskəri noyabrın 8-də Şuşada qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Pərviz Həsənova həsr etdiyi bir şeiri söyləmək istəyirəm. Ucaldın şəhidlik zirvəsinə sən, indi hər bir kəsin ürəyindəsən, torpağın qoynuna axan qanınla silinməz bir tarix salnaməsisən. Qorudun vətəni doğma anan tək, ana da vətən də köksündə ürək. Düşmənə həddini göstərmək üçün vətənə sənin tək oğullar gərək. Aləmə səs saldı sənin qeyrətin, yağını qorxuya saldı cürətin. Pərvizlə hər zaman fəxr edəcəkdir səni uca tutan məğrur millətin. Ruslan qürurla anır adını, unutmaz Eldarın mərd övladını. Məzarın üstündə dalıb xəyala, yazar yarım qalan arzularını. Unutmaz Eldarın mərd övladını. Şəhidimizə uca yaradandan rəhmət diləyirik, ruhu qarşısında baş əyirik. Bax beləcə qələbə soraqlı, biraz ağrılı, biraz niskilli verilişimizin də sonuna yaxınlaşdıq. Bir daha sabahki Zəfər günü münasibəti ilə xalqımızı ürəkdən təbrik edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Sağ olun, sağlıqla qalın.